normal halda dəcəl ola bilərlər, uşaqlar normal halda sözə qulaq asmaya bilərlər. Bəli. O anda onları qucaqlamaqla, bir də uşaqlara yuxarıdan aşağı nə isə başa salmaqla heç vaxt istədiyini ona göndərə bilmirsən. Bəli. Yəni Psixoloji olaraq, yəni onlarla eyni Bəli. məsafədə durmaq lazımdır ki, Bəli. onlar bizdən qorxmasınlar. Bəli, əyləşərək, onları qucaqlayaraq, onların üzü ilə, gözü ilə eyni məsafədə qalaraq, onlarla elə davranaraq daha tez əldə etmək olur uşağın öyrəşməsini, uyğunlaşmasını. Nəinki yuxarıdan aşağı uşaqla danışaraq. Yəni qısacası sevgi insanın özündə olmalıdır. Mən öz iş kollektivində olan xanımları bu barədə həm təşəkkür eləyirəm. Çox gözəl, mehriban, o heç birindən narazılığım yoxdur. Onlarla biz böyük addımlar atmışıq, böyük uğurlar qazanmışıq, biz tərifnamələr almışıq. Hətta gördüyümüz işlərlə bağlı bunları da mənim tək gücüm deyil, onların əzmli davranmağı, onların gücünün, təcrübəsinin və əsas da səbirlərinin nəticəsidir ki, bəli.